Mən bunu cümə xutbələrində Bakıda demişdim, məsciddə demişdim, xanım Zəhra məscidində. Yadıma indi düşdü bu hadisə. Deyirlər, bir kitabdan da oxumuşdum. Kitabın adı Taqdisdir, məşhur bir kitabdır. Əgər burada tələbələr varsa, onlar adını eşidiblər. O kitabda yazılmışdı ki, deyirlər, bir nəfər var idi, şahın qızına aşık olmuşdu. Adı bir dənə kasıbın biri idi, şahın qızına aşık olmuşdu. Deyirlər, bu ki, aşık olmuşdu şahın qızına, anası da bu şahın vəzirinin xidmətçisi idi. Mən buna hələ biraz qulaq az, bununla da yekunlaşdırarmış. Amma diqqətlə qulaq az. Deyir, bu vəzirə, bu uşağın anası ki, vəzirin xidmətçisi idi, bir dəfə xəbər göndərdi ki, ana, mən o şahın qızını istəyirəm, neyniyim? Ana dedi, bala, o qızı bizə verməyəcəklər. Dedi, sən bir nesə elə də bir cəhd elə, insan elə cəhd eləsin. Dedi, cəhdim budur, gelib vəzirə deyərəm, o şahın o vəzirinə deyərəm. Gəldi vəzirə, dedi, vəzir dedi, bu qəliz məsələdir. Amma bir dənə məsələ var, onu deyim, gör, bəlkə alındı. Dedi, nədir məsələ? Dedi, oğlun namaz qılır, dedi, yox, namaz da qılır. Dedi, namaz da qılır, dedi, yox. Dedi, bir dənə xahiş eləsəm olar, dedi, hə, niyə olmur ki? Dedi, oğluma deyə bilərsən, bir 10-15 gün yalandan namaz qılsın dağda. Keçsin bir güşəyə ki, abid dedi, namaz qılan, divat eləyəndir. Çəkilsin bir dənə güşəyə, yalandan namaz qılsın. Dedi, onu deyərəm. Dedi, sən onu dinən, mən də şahın yolunu oradan salacaq. Narahat olma, yaxşı olacaq. Bu getdi, oturdu, deyir, başladı o dağda, deyir, o mağarada başladı ibadət eləməyə. 15 gündür yalandan namaz qılır ki, iş düzəlsin. Deyir, bir müddət keçdi, axırda vəzir gəldi şaha, dedi, sənin onsuz da bir dənə qızın var. Onu da sən lazım deyil ki, imkanlıya verəsən. Bir kasıb da olsa ver, onsuz da sən kasıba versin də axırda imkanlı edəcəksən onu. Dedi, kimə verim? Dedi, bir nəfər eşitmişəm, abid də oturur, bütün gün ibadət edir, gedək verək ona. Deyir, gedib görə bilərəm, o deyir, niyə görmürsən ki onu? Deyir, götürür, gətirir şahı, əvvəldən də vəzir xəbər göndərir ki, elə ki, mən sənə göz qaş elədim, namazı dayandır da sən də qutar, yalandan oyan bir eləmə. Dedi, yaxşı. Bir şahı götürür, yolu salır həmən məntəqəyə, gəlir şah da görür, doğrudan bu yazıq bir dənə qəşəng namaz qılır, ibadət edir. Biraz gözlüylə bu qutarsın, qutarmır, vəzir o tərəfdən göz qaş edə qutar da bəsdir də, yalandan bilir, ilə neysə. Bu yenə qutarmır, şah da olsa bu qutarmır da ki, çıxaq gedək. Bu çıxır, gedir şah, vəzir qayıdır təzdən hirsizdir bu şəxsin yanına ki, deyir, axı sən bir kəlmə sənə söz demişdim ki, işarə deyəndə namazı dayandır. Bəs niyə dayandırmadın? Məsələ düzəlmişdi, qızı verirlər sənə. Dedi, vallah, şah, vəzir, nə o şahın qızını istəyirəm, nə şahın səltənətini istəyirəm, nə şah olmaq istəyirəm. Dedi, niyə? Dedi, bir yalancı namaz ki, qılırsan 15 gün, Allah dövrün şahını ayağa gətirir. Bunu doğrudan qılsaydım, gör Allah mənə nələr verərdi. Bunu doğrudan qılsam Allah mənə nələr verər.